pensiya, təqaüd, sosial müavinət, ümumilikdə Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan hər bir kəs diqqətlə dediklərimi dinləsin, qeyd etsin deyəcəklərimi. Çünki bu çıxış sırf sizə aid olacaq. Qeyd etdiyim bu həssas qrupa aid olan insanlar, hansı ki sosial ödəniş alırlar, bura aid yaşlılar, 50-liyə görə pensiya alanlar, təqaüdçülər, müharibə iştirakçıları, şəhid ailələri, bütün sosial ödəniş alan hər kəs üçün xüsusi seçilmiş marketlər, apteklər, klinikalar və digər müəssisələrdə endirimlər və güzəştlərdən yararlana bilirlər, xidmətlərdən faydalandıqları zaman. Yəni, xüsusi seçilmiş supermarketlər şəbəkələrində, apteklər şəbəkələrində, hansı ki, ölkəmizin hər yerində bu apteklər, marketlər və fəaliyyət göstərir, onların filialları var və xüsusi klinikalarda, onların da siyahısı saytımızda qeyd olunub, sosialtərəfdaş.az saytında. E-Sosial, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi mobil tətbiqidir. Onu telefonunuza yüklüyürsünüz. Hansı ki, digər mobil tətbiqləri, oyunları və s. telefona yüklüyürsünüz. Play Marketdən və s. Yüklüyüb qeydiyyatdan keçdikdə şəxsiyyət vəsiqəsindəki məlumatlarla və ya sima imza ilə asanlıqla qeydiyyatdan keçmək mümkündür. Orada sırf bu sosial ödəniş alan insanlar üçün xüsusi endirim barkodu aktivləşir. Endirim barkodu nədir? Ağ-qara ştrixlənmiş bir koddur. Məlumatı olmayanlar üçün. Həmin barkodu bu seçilmiş apteklərdə, marketlərdə, klinikalarda ödəniş etməzdən öncə kassada təqdim edirlər. O oxunur barkod və endirim dərhal tətbiq olunur. Ondan sonra artıq ödənişi istər nəğd şəkildə eləyə bilirlər, istər digər bank kartları ilə edə bilirlər, istərsə də pensiya kartı ilə də etmək mümkündür. Yəni bunun üstünlüyü yəni bu ödəniş etmədən öncə barkod oxunulmalıdır. Faiz nə qədərdir təxminən? 5, 10, 15, 40%-ə kimi endirimlər mövcuddur. Bu mağazalara görə dəyişir yoxsa? Bəli, bəli. Marketlərdə 2-5% aralığındadır. Apteklərdə 5, 10, 15, 20%-ə kimi var. Klinikalarda da 5%-dən 40%-ə kimi endirim tətbiq edən klinikalar mövcuddur. Yəni Fariz, bəs məsələn deyək ki, yaşlı insan da gedə bilmir, 50 olan insan da gedə bilmir. Öz barkodundan kiməsə verib istifadə elətdirə bilərmi? Yəni bu mümkündürmü yoxsa? Biz təbii ki, bu problemləri də düşünmüşük öncədən ki, dediyiniz kimi çox yaşlıdır, özü gedə bilmir alış-verişə və yaxud da ki, fiziki məhdudiyyəti var, buna imkan vermir ki, o getsin, özü alış-verişini eləsin. Bu zaman həmin insanların birinci dərəcəli ailə üzvləri həmin insanların adından, belə deyək də, öz telefonlarına yükləyərək, e-sosialı, qeydiyyatdan keçərək onlar yanlarında olmalı. Təbii ki, orada çünki üzv və s. təsdiqi var və həmin barkodla endirimlərdən yararlana bilərlər. Çünki o birinci dərəcəli ailə üzvləri zaten elə o insanlar üçün bu alış-veriş edirlər. Belə bir üstünlük var. Çox təşəkkür eləyirəm.